Baxın, biz burada səbir deyirik. Yəni, biri də carçı və səbir. Carçı da əslində düşünürəm ki, haqqı demək, yəni yanındakının haqqı tapdalanırsa, səsini çıxartmaq bu mənadadır deyə düşünürəm. Səbir isə çox böyük, yəni bu günlərin ailələrdə ən böyük çatışmayan cəhətlərdən biri səbirdir. İnsan yəni səbrə gedə bilmirlər heç biri valideynlər. Bu yansıyır uşaqlara, bu yansıyır tərbiyəyə, psixologiyaya. Yəni buradan tutur gedir hamısı. Səbrə gəlməməyimizin səbəbi nədir? Elə o əvvəlidir. Ayənin əvvəlindən ki danışdıq. Əmənu və əmilus salihat. Deməli düzgün iman gətirməmişik, düzgün əməl eləməmişik ki, o axır sonuncu kəlmə səbirdə dayana bilmədik. O ki görürük, mərhələlər bunun üçündür. Baxın, birinci nə deyir? Əmənu, iman gətirəcəksiniz salih işlərə və əmilus salihat və əməl eləyəcəksiniz. Sonra nə olacaqsınız? Və təvasav bil haqq, haqqa çağıran olacaqsınız. Və təvasav bil sabr. Burada çox önəmli olan səbrə tövsiyə eləyən olacaqsınız. Səbrə dəvət eləyən olacaqsınız. İnsan bu mərhələləri, əyərləri keçdikcə ucalır. Və sən ucaldıqca artıq səbir sənin üçün rahatlanır, rahat olur. Yəni. Və hətta hədislərdə buyurulur ki, dinin yarısı səbirdir. Dinin yarısı səbirdir. Əgər dində hər hansı bir o ali məqamı qazanmaq istəyirsənsə, onun yarısı səbirdən keçir. Və sən səbirli olmadığın sürəcə, demək ki, əvvəldə işlər hələ tam görülməyibdir, yarımçıq qalıbdır. Çox vaxtı səbirlə dözməyi qarışdırırlar. Yox, onlar fərq eləyir. Bunlar fərqlidir. Bəziləri var ki, deyir ki, neçə ildir tanıyırsan, bir problem neçə ildir ondandır. Soruşursan necəsən, baxışından bilirsən ki, dözür, amma səbir deyil. Səbirlə dözümün yenə də arasında qürbət məsələsi var. Səbirdə qürbət var.